Günümüzün əsas dərdlərindən birisi də səbirsizlikdir. Səbirsizliyin sonu isə peşmançılıqdır. Həzrəti Əli radiyallahu anhu, Allah ondan razı olsun, buyurur ki, bir dəqiqəlik əsəbə qarşı bir dəqiqə səbirli olsan, minlərcə bəlalar, minlərcə sıxıntılar səndən uzaq olar buyurur. Və Qur'an-ı Kərimin bir çox ayələrində də Rabbimiz bizləri səbirli olmağa təşviq edir. Həqiqətən Allah Azza və Cəllə səbir edənlər ilə bərabərdir. Bəzən ən yaxınlarımıza, bəzən doğmalarımıza qarşı etdiyimiz səbirsizlik bizi onlardan uzaqlaşdırır. Bir kimsəyə qarşı səbrin tükəndiyi zaman, səbrin bitdiyi zaman Allah Azza və Cəllənin sənə qarşı olan səbrinə bax. Allah Azza və Cəllə sənin isyanlarına, sənin etdiyin günahlara qarşı necə səbirlidir. Bəlkə qulum etdiyi pisliklərdən dönər deyə Allah Azza və Cəllə səbir edər və sənə son anına dək, son nəfəsinə dək vaxt verər, möhlət verər.